bəli. Xeyr, o konteynerlərə değmək olmaz. Onlar xüsusi kodla açılır, bəli. Bəli. Yok, orada sizin ve bir de Amerikalı adı neydi o? Mr. Feyz. Mafya, Al Capone. Mafya, Xeyr. Bəli. Siz de geçtiyirsiniz. Bəli. Kömürlük işçileriyle sizin ve bir de bizim iştirakimizle açılabilir. Ha bak istersiniz. Bəli. Oldu. Haber verin. Kişi sen görürsen ben kırmızı telefonla danışıyorum. Ben ne dedim abi? Ada ne diyeceksen mafya, Al Capone, ne bileyim lan. Olmaz akıl koy, işimizi işleyeyim de. Terziyi verdim de. Garip adam seni. Olmaz. Reis, ister Japon olsun. İster Amerikanlı olsun. Bunun altında Olacak. olanı getirersin. Ya da ister böyle çembere kentli olsun. O boyda malı olan kereler düz adam olabilmez. Ona da. Ben biri sen neylerdim ona vereyim. Sen neylerdim ona. Neylerdin ahi? Salardım onu bak bırak aşağı. Kepezeğin kapısını bağlayıp soruşardım. Hala, ayıpmıştır ben diye. Bu kadar mal sana hardandı, ha? O konteyner oğrusunun işini kim yapar? Dünən gecə kömürxanada tutduğumuzu deyirsən. Hə. Bacıoğlu. Bacıoğlu, ha başa. Hadi get. Evet. Ne oldu? Heç. Bir sözüm də var. Yox, sənin canın üçün pul yoxdur, əlim aşağıdır. Yox, istəmirəm, çox sağ ol. Bunu demirəm. Ne Zıvari məsələsi nə oldu? Alacaqsan da səbr elə, düzələr. Nə vaxt düzələcək? Tapşırmışam. Uzey, Mehrimam da podpolkovnik aldı. Amma mən 12 ildir kapitanım. Hələ o yaşı leyleyli adam əməliyyatından. Ha. Reis, bu arvad təzədən gəlir. O iş xəbərində çıxış eləyənlər var. Yox, zont. Hala qutarmadı bu zonti. Vallahi reis, mən bir gün onu da vuracağım. Özümü də. Suka ser. Yaxşı, söz mənə qutar. Bura idarə deyil. Neyini mi? Hər gün onu görəndə elə bir atamın goruna söylə. Ne gəlsin? Reis, o məsələ nə oldu? Ha, başa düşdüm. Служеб. Bir daha bak. Bir şey öyrənəbildiniz. Xeyr. 2 gecədir yata bilmirəm. Mən Uşaqları dəli eləyib qoymuşam. bilirsən, mənim bir-iki akademik dostum var. Onlara da zəng eləmişəm. Onlar da bilmir. Reis, bəlkə BMT Azərbaycandakı nümayəndəliyinə zəng vuraq. Ya da ki, Fransa səfirliyi. Yox, sən nə danışsan, onlar da bilsin ki, biz polisdə nə ilə məşğul oluruq. Yox, o lazımdır. İstəyirsən. Bəlkə Təhlükəsizlik Nazirliyinə zəng vuraq. Yox, onların işi yüzü qutarıb bizimlə məşğul olmalıdır. Yox, o lazımdır, onlar demək olmaz. Düz deyirsən, ay reis. Reis, bu Yazıçılar Birliyində Çingiz Abdullayev var ha. Var. Dünyanı gezib. O kadar kitap yazıb ki. Sen vuraq ona. Ağıllı kişi. O bilər. Bilər. Özdə çox şustdur ya. Mən intiliş ediyərəm. İntiliş onunla danışır. Sən öyle sana da belə də iş olaraq. Qalmışıq da bir dana bu zadın əlində də, o zont içində. Yaxşı, get çağır. Ələskər,
Bir de mənə də Sprite getir. Sprite. Aç, iç, uç. Sprite'dan yaxşı su ve yaxşısı yoktur. Hey, bu Sprite reklamını get atom xarabasın değil, bura polis idaresi değil. Здравствуйте. Слушай, ты что хочешь, а? Ты его, мое, его смерти хочешь, а? Я хочу свой зонтик, который у меня украли. Ты что, 12 лет сидишь в Баку и ждешь свой зонтик? Reis sert danış. Sert danış qoy rədd olub geçsin. Adam necə sərt danışmıyıb, sən olursan zontik keçin benim boğazıma. Allah'a and olsun reis. Mən heç olmasa mayır olsaydım, bilirsən ona neylərdi? Əşi, qutar görək, ulanma canavar kimi, mən polkovnik olub neyləmişəm ki, sən mayor olub eləyəsən. Hələ şikər, ged o pərdəni aç, orada nə qədər zontik var, getir tök bu stol üstünə. Вот, пожалуйста, посмотрите, сколько зонтов хотите. Мы все время вам предлагали и предлагаем, пожалуйста, берите, хотите все, идите в свой Воронеж. Voronejdə bu il xiyarın kilosu 4 dollardan aşağı düşmüyor. Sen de ne görmüşsün bu hıyarda? Hıyar yeri değil. Что он сказал про Воронеж? Это у нас секретный служебный разговор, да. Между прочим, мы вами интересовались. Да, конечно. Звонили в Воронеж. Да. Вас там очень ждут. Да. Да. Вот капитан, он... Я лично сам разговаривал А, с ними. Так, вот как, прямо, как сейчас с тобой. Они так плакали. Вся Воронская городская милиция плакала. Слушай. И старший офицерский состав, и младший офицерский состав, и старшины, и сержанты, и рядовые. Все плакали. Особенно там был один капитан, которому 12 лет не повышают звание. Он так плакался, что я не выдержал, тоже плакался. Вот такими кусками, как этот палец. Alfamış, özündən danışırsan. Neydim reis, ağlamayan uşağı süt vermirlər. Да, все они говорили, пускай приедет наша дорогая Элескер. Əli, Adı ne adı bu? Natalya Varabyova. Вот, наша Наталька ханым, пускай приедет домой. Мы ей такой зонтик. Ну, хватит меня хмурить. Да? Я знаю ваши и наши российские законы. Я хочу свой зонтик. Gördünüz? Bak. Bu bir cırık zontikten gör necə yapışır. İndi baxın görün bunlar neft kəmərindən necə yapışacaqlar. Bunu sıxırıq eləyin, asın bunlar. Говорите по-русски, пожалуйста. Между прочим, за 12 лет надо было научиться азербайджанский язык. Diline kurban olun. Ne dedin И reis? я не говорю. Я не все понимаю по-вашему. Выучила уже очень много азербайджанских слов. Вы знаете? Да. Знаете? Конечно. Скажите, да? Скажите хотя бы 3-4 слова. Пожалуйста. Тексу. Сана. Пипи. Амоко. Омо. Сим-сим. Кинотеатр Гелебе. Хотите еще? Пожалуйста, я могу. Не, достаточно. Maşallah. Sine dertlenmiş bu. За 12 лет здесь где живет? Ну, последние 6 лет я живу у вашего племянника. Uşağı sattı köpek kızı. Ha, bacı Çok sağ ol. Demek sen bilirdin değil mi? Haberim oldu be. Evet sen. Gel.
Bacı oğlunu bırak tez. Я могу хотя бы присесть? Конечно. Могли бы и раньше предложить. Да, ведь давно должны были сесть. Только не на стул, а на мою голову. Yaxşı. Dayla çağırmıştın o. Abi hadi tamam ortaya Artık görüm day. Bırak kabinettir, ne day. Как видишь. Bunu sen saklıyorsan. Bunu saklamadım ya onu saklamadım. Ama bir humanitar yardım için bir şey. Ne saklamak. O Sovet vaxtında gene bu mehmanxanalarda qalma olur. İndi oteller ot qiymətinədir. Heç yaxın gəlmiyor mu? Mən də küçədə qalmasın, apardım ona bir böyle humanitar yardım göstərdim. Hə? Bəs sonra gene də uzun müddət bir dövlətin Qəddar imperiyanın Aysa, qəddar imperiyanın mehriban vətəndaşları olmuş. Biz onlara böyük qardaş, onlar da bizə Çorno Jopi. deyiblər. Ona görə də mən onu bir böyük bir bacı kimi indi də saxlayıram. Слушай, ты картошку купил? Da kupil. Урод несчастный, Квазимода. Ne? Quasimodo? Taptım. Reis, taptım. Paris'in Notre Dame Kilisesi'nde meşhurlaşmış eybəcər 8 herif. Quasimodo. Gördün. Aferin. Qeyd. Sen de beni dağı daşa salırsan. Ne bileyim Birleşmiş Milletler'e zəng elə, ne bileyim KGB'ye zəng elə. Reis. falan. Reis, icazə ver. Bu sözə görə bu arvadı bir maç edeyim. Yok. Onun maç eləyən var. Yetki. Oldu. Gel. Qonaqlıq verəcəyim sənə. Gel. Arxayın ol. Bacı Ali. Bu humanitar yardımdan bir uşaq zad var. Ne dedin reis? Sağ ol. Ben ölüm hazır zammini istersen. Görmürlər. Dayda, uşaq olsaydı çoxdan sənin babasının qucağındaydı. Utanmısan. Xəcalət çəkmirsən. Mən o cür sənə otaqlar düzəltmişəm. Ev-eşi, bağ-bağa. Ayıb dersən, gör kimə yetirdirsən. Ha? Burnundan gəlsin mənim çörəyim. Dur ayağa. Dur götür onu da apar. Yallah. Görüş istəyirsən, Ha dur. Üstdən bir geyirik də yaxşı. Dur ayağa. Давай пошли. Ну а как же мой зонтик? Ваш зонтик у него. Gel bir tane zontik al ver ona. Oldu reis. Reis, təzəsidir. Ha. Sağ ol Ələşşər. Sağ olmasın mən deynəm. Ala, sən də mənə belə çəkirsən. Cüvvə bərəkət. Reis, Ha. qohumlarımız gəlir. Ha, nə qohum, kim, deyinə yoxam, ölmüşəm. Hə. Kim gəlib be? Qafar müəllimlə Kazım müəllim. Ha, yox, ola bırax səni. Bırax gəlsinlər. Oldu. Bırax. Bacı oğlaya da deyinə gəlsin. Oldu. Yaxşı, reis. Mən mürəkkəs olum. Ha, yox, sən nədənsən? Mən səni bir qardaş kimi istəyirəm xətrini. Çox sağ ol. Çox sağ ol reis. Öpürəm bu sözlərə görə əlini. Ey, mən. Yaşa. Bin yaşa.